Bakıda Çəpişi muzeyini tapmışam. Şəhərdə çəpiş buğulaması və kababı ilə brendə çevrilən bir yer var. Buranı bəlkə də çoxları tanımır, amma məclis adamları yaxşı tanıyır. Elə Xəyyam usta da yaxşı çəpişi az qala səsindən tanıyır. Biz burada çəpişin qovurmasını və kababını yoxladıq. Bizdə buna qovurma yox, buğulama deyirlər. Buna bax. Ətin ləzzətini yəqin ki videodan görmək olur. Kaş dadını da videodan ötürə biləydim. Vallah buna söz tapmaq olmur. Dostlar Allah şahidi. Bir porsiyada 2 tikə olur, qiyməti də 10 manatdır. Qızılboğaz həm də balıqların yaxşı verildiyi yerdir. Burada farel çığırtmasının da dadına baxdıq. Üstü narlı, pomidorlu, qırmızı soğanlı, yumurtalı bir nemətdir. Və nə yalan deyim, çox əlaydı. Bir porsiyası 14 manatdır, burada 2 porsiya var. İllərin ət aşiqi İsayev deyir ki, hələm-hələm yerdə əti bu cür bişirə bilmirlər. Açıq deyim ki, qiymətləri ucuz deyil, amma keyfiyyət üst səviyyədədir. Buranın soyuq qəlyanaltılarının da sayı hesabı yoxdur. Məclis adamları bunların qədrini daha yaxşı bilir. Məkan kabinetlərdən ibarətdir. Soyuq havalarda şəhər içində balıq və çəpiş cənnətinə düşmək istəsəz, Qızılboğazı yadda saxlayın. Bura 4-cü mikrorayon dairəsindən üzü Umidə qalxan yolda solda yerləşir.